Xeyir. Zeynəblə Züleyxa bugün nənəsigilə gedirlər. Salam dostlar. Salam. Səhər durmuşuq, bizim üçün çox çətin bir şeydir. Çox səhər durmamışıq, 9-a durmuşuq, amma bizə çətindir səhər durmaq, çünki biz yuxu sevərlərik içimiz olaraq. Bugün gec durmuşuz amma biraz. Bugün biraz. Gedirlər nənələrinə baş çəkməyə, bayramdır. Akşam gec yatmışıq ad gündən gəldiyimizə görə. Səhər tez uyandığımız üçün sağlam rejimimizdə çox faydalı deyə bilərəm. Mən sizə arkadaşlar Zeyran Batı'na girmişik. Çünkü arazinin çakması. Lidem arazinin çakmasını gördüm. Hələ Bakıdayıq. Saxla bir dənə dayandır. Mama gilə gəlmişik. İndi sürpriz şəkildə gedirəm qapını döyək. Bu da Zeynəbdir, narahatdır. Gedək indi. Hanı nənəcil hanı? Yoktu. Yoxdur. Evdə heç kim yoxdur. Biz gəlmişik, evdə heç kim yoxdur. Biz gəlmişik, xoş gəlmişik. Ayaqqabına keçmək istəmirəm. Anneciğim. Koy baksınlar. Anamla bayramlaşmağa gəlmişik. İlk dəfədir ki, ildə 2 dəfə anamı görəcəm. Nənəciyim. Bayramın mübarək. Zeynep üstüne. Oy. Züleyxanın ad günündən xalası tort alıb. Mamagil deyil. Xalası tort alıb. İndi Züleyxanın ad gününü qeyd edəcəyik. Baxaq görək tortu necədir. Sənin doğum günün mübarək olsun Züleyxa. Bu xalanın ad günüdür. Biz hələ... Bir. İndi ürəyində arzu tut. Ürəyində arzu tut. İşığın yanında dur ki, üfrən kimi yandır da. Sen git üstüne yapacaksın. El çalın balonu. Ad günün mübarək. Yandır batsın. Happy birthday to you. Happy birthday Züleyxa. Happy birthday to you. Batsı gəl bu ilə şam tortu kəsin Batsı. Babası gel. Babası. Batsı. Benim zevkim işte. Baktım. Gələn yeni. Biraz yaşın kaldı. Babacan. Gələn ad günlərinə qaldı bu şam. Hə, всё. Aferin. 4 yerdən dilimlər kəsin. Xalası, çox sağ ol torta görə, hədiyyəyə görə çox sağ ol. Xalasının tortudur. Təbrik edir. Bu xalası təbrik edir. Nənəsi telefonla danışır, başı qarışıqdır şu anda. Bugün həm iftarımızı açmışıq. Ad günündə de. Mama gildə həm iftarımızı açdıq, həm Allah onların oruç süfrələrini qəbul eləsin, həm də Züleyxaya ad gün keçirdirlər.